Salam, mən Səadət. Sizə kimya və biologiya fənnini tədris edəcəm. Bugün isə biologiya yeni 7-ci sinif dərsliyindən 1.2-ci mövzu olan işıq mikroskopunun quruluşu mövzusunun tapşırıq izahına baxacağıq. Elə isə gecikmədən keçid edək tapşırıqlara. Düşün, müzakirə et, paylaş. Milçəyin qanadı insanın barmağı, kərtənkələnin quyruğu, insanın saç teli, ağacın budağı və bakteriya. Deməli, milçəyin qanadını yazmışam buradan. İşıq mikroskopu tədqiq edilə bilənlər. Milçəyin qanadı, insanın saç teli, bakteriya, ağac budağının nazik hissəsi işıq mikroskopu ilə tədqiq edilə bilər. Çünki bunlar kiçik və hüceyrəvi quruluşa malikdirlər. Sonra ikinci suala keçid edək. Sizin fikrinizcə hansı səbəbdən ölçüsündən asılı olmayaraq bəzi obyektləri tədqiq etmək olmur? Qeyd etdim sizin üçün bura. Sizin fikrinizcə hansı səbəbdən ölçüsündən asılı olmayaraq bəzi obyektləri tədqiq etmək olmur? Çünki onlar qeyri-şəffaf ola bilər, çox qalın ola bilər, işığı keçirməyə bilər və mikroskopun texniki imkanları buna yetməyə bilər. Yəni bu səbəblər üzərindən onu tədqiq etmək olmaz. Keçid edək, öyrəndiklərinizi tətbiq edin. Demək, öyrəndiklərinizi tətbiq edin. Bunu mən özüm oxuduqca izah edəcəm sizə. Deməli, şəkildəki hər bir mikroskopun ümumi böyütmə dərəcəsini hesablayın. Ümumi böyütmə dərəcəsini hesablamaq üçün obyektivdə və okulyarda yazılan rəqəmlərin hasilini hesablamaq lazımdır. Deməli, birinci mikroskopumuzda buradan aşağıdan yazıram. 10 vurulsun 20. 200. Birincisi 200. İkinci. Bunu da aşağıdan yazaq. Bunda da 10 vurulsun 40. 400. Üçüncüsündə isə 10 vurulsun 60. 600. Sonra deyir ki, obyektivin böyütmə dərəcəsi artdıqca görünüş sahəsi necə dəyişər? Bu sualın cavabı da ona ibarətdir ki, böyütmə dərəcəsi artdıqca görünüş sahəsi daralır. Yəni, obyektin daha kiçik hissəsi görünür, amma daha detallı şəkildə. Öyrəndiklərinizi yoxlayın. Düzgün cavabı seçin. Deyir, okulyar tubusun yuxarı yoxsa aşağı hissəsində yerləşir. Gəlin baxaq. Okulyar budur. Baxın bu. Okulyar tubusda budur. Baxın bu tubusdur. Tubusun, gördünüz bu tubus yuxarı hissəsində yerləşir. Deməli, yuxarını seçəcəyik. Birinci yuxarı. İkinciyə baxaq. Obyektiv tubusun yoxsa ştativin alt hissəsində yerləşir. Gəlin baxaq. Obyektiv, indi birinci baxırıq hansıdır. Obyektiv budur. Bu tubusdur. Bu da ştativdir. Baxırıq ki, tubusun alt hissəsində yerləşir obyektiv. Deməli, tubus seçirik. Üçüncüsünə baxaq. Əşya masasının yaxud revolverin əsas vəzifəsi obyektivi hərəkət etdirib lazım olan yeri gətirməkdir. Buna qısa konkret revolver deyərik. Səbəbi ondan ibarətdir ki, əşya masası sadəcə ştativə birləşir. Onun mərkəzi hissəsində sadəcə işığın keçməsi üçün dəlik olur. Başqa bir işə yaramır. Revolverin vəzifəsi də bildiyimiz kimi obyektivi hərəkət etdirib lazım olan yeri gətirməkdir. Sonra ikinci sualımızı cavablandırım sizin üçün yazılı şəkildə. Sizcə nə üçün obyektiv və okulyar optik hissəyə aiddir? Burada qeyd eləmişəm. Tam asan və qısa şəkildə obyektiv və okulyar işığı qıraraq görüntü yaradan linzalardır. Yəni onlar işıqla işləyən optik elementlərdir. Ona görə də, yəni mikroskopda görüntünün böyüdülməsi bu linzanın köməyi ilə baş tutur. Buna görə də hər ikisi optik hissəyə aiddir. Bugünlük dərsimiz bura qədər. Digər hansı dərslərin izahını istəyirsinizsə, tapşırıqların izahını istəyirsinizsə, şərhlərdə qeyd etməyiniz kifayətdir. Digər dərslərimizdə görüşənədək